Herkese salamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Bugün Car Simulator 2'de dostlar 2 milyon pulumuz var. Buna rağmen de 20 tane ev alası yok burada. Görmüş olduğunuz gibi burada yeni bir ev var. Onu almağa gedirik. Yani biraz bu oyunda almalı işlerine baxaq. Yani bir qavamcına çatırsa onu alaq. Artlarına baxarıq sonra. Bu her şey bizim pulla alısı son öyümüzdür. Burada bir ev var. Burası burada da var. Burada da bir tane var idi. Lakin şeyler de bak bu şehirde de bir tane ev var böyle. Bu şehirde 2 tane ev var. Bu aşağı taraflarda da bak burada da bir 3 tane ev falan var. Derler ki bu bizim oyundakı alası son evimizde. Götürük indi onu almağa. Lexus lazım. Çünkü Lexus artık o şehrin qarşısında olmasın bura gətirə. Benzin vuraq sonra. Adnana evi almağa gedirik. Oyda 2 milyona düştü pul. Oyda. Yeni evimiz burada. Villa deyir. Normal bir villa deyir evdə. Bir dayan da. Alacağım sonra beş eşya almayacağım. Bir dayan elə. Burada oturma alanlar var. Burada da sahil eləyə bir qəşəng yer. Hovuzu var burada da belə. Yani burası da belə bir evdir. İçərisinə az sonra baxacaq. İndi uzaqlaşaq. Uzaqlaşandan bura gələk. Ondan sonra evi alıntıya verər. Aldım. 2 milyon aldım. 191'den altın qaldı. Belə bir şey ola bilər. Ama kasacaq yenə yenidən. Kasacaq. 2 milyona yeni bir ev aldıq. Uf. Boş alanlara bak. 5 tane boş alan. Yeni maşınlarımızı bura gətirəcək. Ən qısa sürəçdə yeni maşınları gətirəcək bura. Burası şimdilik bizim girişimiz. Yani burası bizim evin girişi. 4 tane de bura maşın qoya biləcək. Onları da biz bir yerdən alıb gətirəcək. Qoyacaq bura. Burası da evin girişi. Bax burada bir dənə belə şəkil var. Belə bir şəkil var idi əvvəl. Belə bir şəkil biraz təzələtdi. Burası da balkonu. Burada da oturma alanları falan var. Nasıl bu ev burası elə bir şey evdə öyle. Kafe de elə bir. Bakın burada kafe var. Bir şey düşen sahibi yok. Burada böyle bir şey var. Şişeler falan var burada böyle şişeler. Abi bunlar ne tane şişelerdi. Bu şişeleri bilenler yoruma yazsın. Çünkü ben bu şişeleri anlayamadım nedir. Markaları. Evin burada da girişi var imiş aslında. İki taraftan eve haber giriş ediyor. Burada da bir otur. Bizde böyle. Burada da bir manzara var. Manzara da buradan bir izleyebilirsen. Bu arada dostlar Qurban Bayramı olsun mübarək. Həmişə belə neçə bayramlara çıxasınız. Bugün Qurban Bayramıdır. Hamı bayramı mübarək olsun bu arada. Qurban Bayramıdır bu gün. Burada ne var imiş? Kaş bir dənə bu oyuna qurban kəsə bilsəydik. Yox da elə bir dənə bir şey olsaydı. Amma elə bir şey yoxdur bu oyunlarda. Heç birindən olma. Başda var birilərində. Tək bilinmir. Burası da arxa belə mənzərə. Səssiz bir yerdir. Evin bu tarafında biraz səssiz. Burada da kravat var. Bu evdə kravatın üstünə çıxa belə yata bilirsən qəşəng. Burada da stol var, şkaf. Qəşəng evdə ama burası. Bu evin arxası komple belə dağlara baxır, nələrə baxır. Çox qəşəng bir yerdir yalnız burası.
Ya bu evi beğenmemek elde de öyle yani geçer bir yerde. 2 milyona burada yeni bir ev aldı. Məzəlidir ha. Məzəlidir bu maşınların arxa qoltuqlarında oturmaq məzəli bir şey. Tüpşəklər var. Təkərləri dəyişirə bilsən. 2 dənə də təkər dəyişdirə bilsən. Bir buradan, bir də buradan. Fərqli təkərlər dəyişdirmə yerləri falan var. Təkərlər. Ev çox qəşəng. Burası da oturma alanıdır. Belə oturub qarşı maşınlara baxa bilərsən belə. O kimi bir fərqlik var. İndi mən biraz maşınlar gətirim bu evə. Azca bu evə keçən belə maşınlar falan gətirək. Hansı maşınları gətirsək bu evə? Bunu gətirək Lexus LC500 deyəsən o birisi şəhərdədir. O birisi şəhərimizdə də ola bilər ha. Yox, buradadır. Ama alır almaz niye maşının benzini bitirir? Köşe. Ama alır almaz benzin bitir maşında. Bunu da aparıq ora. Çupduq bir də belə. Maşın qucağıma aram. Bu nə deyən şeydir? Abi bütün maşınlar qabağımıza çıxıyor, bu nədir? Abi qabağımıza çıxan sonra da ağaca da vurduq. Təbriklər. Ev orada. Bu maşına işıq taxacağım yaxında, yəni belə biraz maraqsız amma işıq taxmaq qəşəng olar buna. Taxacaq yaxında bir gözü. Bu ikincisi olsun. Bu arada bunlar da tədəcə görməm nədir? Of öyle fenerler falan var burada qəşəng döndürənlər. Bunu da Mercedes də götürək ora. Burada da çox belə maşın yoxdur. Sadəcə olaraq 3 dənə maşın saxlaya bilirik burada. Abi niyə belə bu qarajda yaxınına gələndə və ya da qalələrin yaxınına gələndə belə bu oyuna donmalar olur? Onu anlayamıram ki, niyə bu oyuna belə donmalar olsun? Sıx-sığa belə donmalar falan olur. Nədir var hala? Var mı qaldı işte orada? Nədir var? Burada da bir çox maşınlarımız var. 2 dənəsi də burada. Neler var imiş araba. Burada bir tane maşın qaldı. Oktava, Şkoda Oktava. Onu da gətirək ora. Şkoda Oktavanın şərəfçisini ayarla. 1100 kilometr var. Bir tərəfdən də burada da kiralıq maşın var. Ya bu işədə ki orada olacaq. Amma bir dəqiqə. Gerçi mən kiralıq maşını sürə biləcəm. 191 dənə altın var məndə. O nə deyən şey bilmirəm açıqçası.
Sence onu o kadar sürebileceğim mi? Niye bu kadar donmalar oluyor? Çünkü donmalar bu oyunun şiddetli biraz. Nasıl böyle donmalar falan o? Sürənmədi. Görüş olası sürənmədik maşını. Onda Octavian'ı oradan götürüm. Yaxşı belə qəşəng atdı maşını Octav gətirmək. Amma bir dəqiqə bu taksidir. Onda bu olsun ha. BMW5 onda Şadak falan qoyası olmadım. BMW'ni qoyaq hələ ki onda. Of, evdən başladı bu səfər. Bu BMW də gəlməyə uzun zaman olar bəlkə daha BMW. Gəlməyə uzun zaman olmuşdu valla. Ya da yox BMW ilə aparım, elmişsə bir Mercedes mi qoyacağım ora? Deyim ki, ağ maşını götürmə da o, nə olmaz. Bunu da bura gətiririk belə. Bir yana son maşını tapaq, ona gətirək. Hər şey bütün qarajı belə doldurduq beləsinə. Və bunu da gətirək ora. Ha bina evi. Nə aşağı da qarajını dəyişdirək. Of, bina evi də qəşəngdir. Bina evi. Hansını götürsəm? Ya bu səfər bunu götürürəm. Elure. Ya bir şey Infinite da yani. Çıpdıq. Bir güzel. Atmayasan dənizə tərəfə. Dəniz tərəfə atırdı gördünüz. O qədər də divara tərəfə özümü tuttursaydım, başıma dəniz tərəfə ata bilərdi, amma ata bilmədi çox şükür. Onu da bura gətirdik. Yeni maşınlarımız burada. Görmüş olduğunuz kimi. Baxın, maşınlarımız hamısı burada. Həm də yeni qarajda. Yeni evi bir günə maşınlarla doldurduq yani. Ayda bir də bu yoxdur. Abi niyə belə bu oyunda gizcə belə problemlər çıxır? Sabah oldu bu probleme. Abi düşürürsən, düşürsən da kamera işarəsi yoxdur. Bu niyə? Bu da yoxdur. Niyə yoxdur ki? Biz də onlara şiriklər bir dənə fotoğraf alıb kəşər o qədər ki, görmüş olduğunuz kimi böyüşündə indi bir dənə ev aldıq. Sevdiniz inşallah yeni evi. Görmüş olduğunuz kimi mən sözümü tutaram 2 milyona burada yeni bir dənə ev aldıq. Davam eləyəcək əlbəttə ki, sonraki videolarda görüşmək üzrə.